Salam, hər vaxtınız xeyir olsun. Hazırda Meteosat pet görüntülərinin son məlumatlarını təhlillərə tanış oluruq. Xüsusilə də kanalda əvvəlcədən də bildirdiyimiz kimi hazırda faktiki olaraq son pet məlumatlarını təhlillərə onu göstərək ki, Aralıq dənizinin şərq rayonlarında aşağı və orta troposferdə atmosfer təzyiqində bir xeyli azalma müşahidə olunur. Bu da ekstratropik tipli subtropik siklon sisteminin aktiv inkişafı ilə müşahidə edilir. Xüsusilə də bu sistemin təsirindən Aralıq dənizinin şərqindən daşınan rütubətli hava axınlarının intensiv konvertik aktivliyin artması nəticəsində güclü topa yağış buludlarının şiddətli inkişafı ehtimalı yüksək qiymətləndirilir və bu proses faktiki olaraq artıq Azərbaycan arasına doğru yaxınlaşır. Bu prosesin sonraki inkişafı nəticəsində aprel ayının artıq 19-u, 20-si və 21-də Azərbaycan arasında havada buludluğun bir xeyli artması, xüsusilə də aprel ayının 20-si və 21-də isə prosesin daha da güclənməsi nəticəsində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə, Qazaxda, Kiçik Qafqazda, Naxçıvanda, Böyük Qafqazın şimal-şərqində, yəni Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda, Mərkəzi Aralda və Cəlilabad Astara ərazilərində artıq yağıntıların aprel ayının 20-si və 21-də lokal leysan xarakterli, intensiv və lokal güclü olması, dolu yağması, şimşək çaxması, küləklərin qısa müddət ərzində güclənməsi ehtimalı var. Bu proses nəticəsində faktiki olaraq çaylarda sululuqda artım müşahidə olunur. Artıq bu leysan xarakterli yağıntıların təsirindən çaylardakı sululuğun bir qədər artması və Böyük Qafqaz, Kiçik Qafqaz, Lənkəran, Asan dağ çaylarından isə sel və daşqın keçməsi ehtimalı var. Bu risk nəticəsində ən intensiv yağıntılar daha çox Böyük Qafqazın şimal-şərqində, Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda, Böyük Qafqazın şimal-qərbində, xüsusilə də Balacan, Zaqatala, Şəki-Qax, Oğuz, Qəbələ, İsmail, Şamax, Xızı, Quba, Qusar, Xaçmaz ərazilərində bu yağıntıların intensiv, güclü, aprel ayının 20-si və 21-də isə lokal xarakterli şiddətli olması ehtimalı var. Nəticədə, xüsusilə də Böyük Qafqaz ərazisindən axan çaylarda sel daşqın hasarında bir xeyli artma ehtimalı var. Bugünkü proses faktiki olaraq onu göstərir ki, peyk görüntülərinə əsasən artıq bu sistemin intensiv şəkildə Naxçıvan ərazisinə və Gəncə, Qazax ərazisinə, Kiçik Qafqaz ərazisinə doğru daxil olmasının ilkin siqnalları müşahidə edilir. Bu sistemin digər parametrlərinə biz diqqətlə baxanda görürük ki, xüsusilə də son peyk görüntüləri ilə radar görüntülərinin birləşdirilmiş məlumatlarına biz baxanda bunu görürük ki, artıq buludlardakı intensiv aktivliyin artması nəticəsində, yəni topa yağış buludlarının artıq daha da güclü inkişafı artıq supersel buludlarının inkişafına səbəb olur. Bu da artıq buluddakı yağıntı intensivliyinin daha da artmasına, dolu yağmasına və dolu fırtınasının bir qədər güclü olmasına səbəb ola bilər.